Əvvəl bir şeyi düşünürsən, sonra edirsən. Dostlardan biri dedi ki, mən niyə görə maşın almamışam? Dedim, ona görə ki, maşın almağı düşünməmişsən. Heç vaxt. Bu düşüncə səndə olmayıb. Və salam, bu qədər sadə. Birinci düşüncə gəlir, o səni hərəkətə gətirir, divara diriyir o düşüncə. Sonra əmələ gətirirsən, bəli. İndi burada bir sual var. Bu müsbət düşüncə var, bir də mənfi düşüncə var. Necə ki, müsbət iş var, bir də mənfi iş var. Heç kim deməsin ki, müəllim, yox, sən bilmirsən, əxlaq nisbidir. Əxlaq nisbidir, Amerikada olan yaxşı Azərbaycanda yoxdur. Yox, əzizim, 50 dəfə danışmışıq. Bu da 51-ci dəfə olsun. Yaxşılar, pislər aşağı-yuxarı dünyada eynidir. Heç kim dünyada qətli caiz bilmir. Sağlam düşüncəli insanlardan söhbət gedir. Aşağı-yuxarı eynidir. Kimisə qarşısında təbəssümlə çıxırsansa, bu müsbət haldır. Oğurluq pisdir. Başqasının hüququna təcavüz etmək pisdir. Bunlar olmasa, bu ağıldır da, ağıl. Danışmışıq bu barədə. Bunlar olmasa, heç bir şey formalaşmaz. Din də o ağlın üstündə, sağlam zəkanın üstündə qurulub. Bizim qəbul etdiyimiz İslam, bu əziz din. İndi gəlirik bu məsələyə. Yaxşı. Yaxşı iş var, pis iş var. Deməli, yaxşı düşüncə var və pis düşüncə var da. Hər işin özünün düşüncəsi var. Mən yaxşı düşüncəyə bir dənə tərif etmək istəyirəm, sonra keçək söhbətə. Yaxşı düşüncəli ol, yəni necə ol? Cavab. Yaxşı düşüncəli ol, yəni həyatı müsbət gör, pozitiv gör. Müsbət baxıram, Quranda bir möhtəşəm ayə var. Bunu başqa çıxışlarımda da demişəm bir neçə dəfə. Amma dönə-dönə qaydılması ayədir. İsra surəsinin 84-cü ayəsi. Qul kullun ya'malu ala şakilətih. Peyğəmbər de insanlara böyle. Hər bir insan şakiləsi əsasında rəftar edir. Sənin şakilən nədirsə, əməlin də odur. Sual. Şakilə nə deməkdir? Şakilə bir mənası şəxsiyyətdir. Sənin şəxsiyyətin nədirsə, əməlin də odur. Sənin şəxsiyyətin yalançı şəxsiyyətdirsə, əməlində də yalan danışırsan da. Bu yalan danışmaq göydən düşmür, əzizim. Sənin şəxsiyyətindən doğur. Sən kesin dəfə danışdıq, vərdişlər əsasında şəxsiyyət formalaşır. Sənin şəxsiyyətin səxavətlidirsə, bəh. Sən istər-istəməz dözə bilmirsən, xərcləyirsən. Formalaşdırmısan da, xoşbəxt adamsan, səxavətli adam. Sənin şəxsiyyətin xəsisdirsə, sən bu asanlıqda pul xərcləyə bilməyəcəksən. Çünki şəxsiyyətini xəsis şəxsiyyət kimi formalaşdırmısan uzun müddət. Yaxşı, Quranın bir ayəsi budur. Şakilənin bir mənası budur. Bir mənası da niyyətdir. Şakilə niyyət. Sənin niyyətin nədirsə, həmən düşüncə. Düşüncən nədirsə, buna bir dənə açıqlama verim, tez keçək. Düşüncən nədirsə, əməlin də oldu. Sual. Necə düşüncə? Mən bunu biz nəyə bənzədirəm? Hazırlıqlı sürücüyə. Hazırlıqlı sürücü. Bir sürücü var, neçə ildə maşın sürür. Artıq hazırlıqlıdır da bu adam. Birdən bir maşın çıxır qarşısına, tez əyləzə basır. Mələkə halını alıb. Niyyət də o cürdür. Sən niyyətində həmişə hazırlıqlısan. Baba, niyyət qalıb orada hazırdır. Bugün xidmət etmək imkanı yaranmadı sənə. Yaransaydı, situasiya yaransaydı, edəcəkdin. Amma bugün yaranmadı da. Sabah yarandı. O hazırdır. Şakilə hazırdır. Situasiya yaranan kimi sənə əmr verir. Et. Formalaşdırmırsan artıq. Əziyyət də çəkmirsən. Fikirləşmirsən də. Aydındır. Etdin. Yenə də 2 gün yaranmadı o situasiya. Yaranmayıb da. O çox vacibdir. Niyyət, şakilə. O çox vacibdir. İndi
Bu Şakilənin niyyətin mənası düşüncə. Düşüncə məndə hazırdır. Bazadır, təhrik edici amildir, dayanıb. Situasiya yaranan kimi tez hərəkətə geçir. Yubatmır, fürsəti əldən vermir. Tez, imkan vermir. Təstəbiqul xeyrat. Yaxşı işlərdə bir-birinizlə yarışın. Fürsəti əldən vermir. Dur belə fikirləşmir. Edim, etməyim. Getdi fürsət. Qatar getdi. Bəzən gecikirsən. Qatar getdi, əzizim. Gedişdin. Başqaları elədilər. Müqəddəs yer boş qalmır. Quranda var, mən yərtəddə minkum an dinihi fəsəvfə yətillahu bi qavmin yuhibbuhum və yuhibbunəllah. Kim sizdən dindən qayıtsa, çox gələcək. Yerinə başqalarını götürəcək, daha yaxşı. Tezliklə sizin yerinizə elələri gələcək ki, Allah onları sevir, onlar da Allahı sevir. Məsələn, müqəddəs yer boş qalmır. Xeyir iş yaranıbsa, dərhal elə. İndi 5 manatda, 10 manat, 100 manatda imkanın çatırsa, situasiyanı buraxma. İndi o situasiyanı buraxmamaq üçün səndə o niyyət, şəxsiyyət şakilə hazır olmalıdır, formalaşmalıdır. Situasiya yaranan kimi tez fürsəti əldən vermir. İndi bu məsələnin bir tərəfi. Sual. Bunu yaratmaq üçün nə etmək lazımdır? Gəldim baba müəllimin indi sualına. Cavab. Mən 3 dənə təklifim var. Bir. Mən həyata müsbət baxmaq istəyirəmsə, mənim düşüncələrim o təhrik edici amil, müsbət düşüncə, niyyətim müsbət niyyət olmağını istəyirəmsə, mən yaxşı iş görən insanlarla oturub durmalıyam. Bəli. Müsbət düşüncə müşahidə etdiyimiz yaxşı işlərdən formalaşır. Mən görürəm bir adam yaxşı iş görür, müşahidə edirəm, ondan otururam, dururam, nur saçır da, işıq saçır. O işıqdan mənə də gəlir. Kunu mə'as-sadiqin. Bəli. Ustadlardan biri danışırdı, bir neçə gün bundan qabaq təsadüfən qarşıma çıxdı. Təbrizli müsəlman filosofu, Ustad Cəfəri. Nəhsül Bəlağəyə şərhi var, Mövlana Rumiyə şərhi var. Bertrand Russell'lə məktublaşmaları olub. İngilis dilini bilirdi. Böyük müsəlman filosofu. Deyir ki, dərsdən çıxdım bir, pilləkənlərlə gəlirəm aşağı, daş pilləkənlərdir. Bir tələbə yaxınlaşdı mənə, gördüm sualı var və ciddi sualdır. Bəzi tələbələrin sualı ciddi deyil. Bəzilərini görürsən ki, yox, ciddidir. Danışığından hiss edirsən ki, adamın dərdi var. Hiss edirsən, görürsən onu. Bir oturdum pilləkənin üstündə, daş pilləkənin üstündə. Və hövsələ ilə bunun sualını cavablandırdım. Böyük filosof, alim, daş pilləkənin üstündə oldu. Bir 20 il keçdi bu hadisədən. Həmən adam indi bir vəzifəyə çatıb, iş adamı olub, vəzifə adamı olub, mənə məktub yazıb. Bir o məktubda saxlayıram. Kağız məktub yazıb. İndi bir neçə il bundan qabağın söhbətidir, təxminən bir 30 il bundan qabağın söhbətidir. Deyir ki, 20 il qabaq sənin o hərəkətin mənim atıma bir qırmancı vurdu. Atım hələ də çapır. Təbiri o idi. 20 ildə atım çapır, dayanmır. Ustad deyirdi ki, ola bilər mənim cavabım onun yadından çıxıb dediyim. Amma əməlim yadından çıxmayıb. O işim, pilləkənin üstündə oturmağım. O onu motivasiya eləyib. Hansı cəhəti? Yəni, bunun təvazökarlığı. Təvazökarlığı, səmimiyyəti. Bəli. Böyük alim, filosof oturur daş pilləkənin üstündə tələbəsinə hövsələ ilə sualını cavablandırır. Maraqlı deyim, alim mənim dediyi məsələ. Adam hərdən özü xırda bilir o işi də. O bəlkə də özü yadından çıxartmış da. Amma nə boyu təsir edib də. Çünki əməl. İnsanlar əmələ bax. Biz hamımız eləyib. Biz əmələ baxırıq. Bir adam səhərdən axşama qədər xeyriyyətçilikdən, yaxşı adam olmaqdan danışır. Amma özü addım atmır. Xəsisin biridir. 1 manatı çıxanda canı çıxır. Bizə təsir eləmir. Görəndə, bir adam da var, heç danışmır. Əməldə göstərir. Əməldə. Məsələn, şəhidlərimizin o işi, şəhadət fədakarlığı.
Bizim hər dəfə mən öz payıma deyirəm, yadıma düşəndə ondan əxlaq dərsi alıram. Ondan əməl deyib, danışmayıb, əməl eləyib. Əməl eləyib, canını verib. Mən səhərdən axşama qədər danışıram. Elə bilmək olmaz o imtahandan çıxacam yoxsa yox. Mən danışıram, müəlliməm, danışıram. Şimdi bu vacib məsələdir. Ünsiyyət, yaxşı adam. Yaxşı adam kimdir? Yaxşı iş görən. Vəssalam. Yaxşı adam, yaxşı iş görən adama deyirlər. Quranda 47 dəfə keçib. Vəllezina amanu və amilus salihat. Dərhal. İlahi sənə inandıq, iman gətirdik və yaxşı iş gördülər. Yaxşı adam odur ki, o yaxşı iş görür. Yaxşı adamı kostyumu ilə, maşını ilə, pulu ilə, parası ilə, savadı ilə dəyərləndirmirlər, əzizim. Yaxşı iş görür. Savadı var. Bir neçə kasıb ailənin uşağına ödənişsiz, pulsuz xidmət edib, yoxsa yox? Yoxsa yox. Bizim bir dostumuz var, repetitorluq eləyir. Müəllimdir. Həm də dəyərli alimdir. Deyir ki, bölgələrin birində, niyə bölgənin adını çəkmirəm? Ona görə ki, Azərbaycanın hamısı mənim üçün eyni şeydir. Eynidir. Bütün kətləri, şəhərləri, rayonları. Bütün Azərbaycan mənim üçün eyni məkandır. Fərqi yoxdur. Ona görə bölgənin adını çəkmirəm, fərqi yoxdur. Gəncə, Lənkəran, Qazax, Şəki, Quba, Qusar, hamısı eynidir. Eynidir. Çünki bu gözəlliklər bütün hamısında var. Bütün kətlərimizdə, bütün şəhərlərimizdə var.